Peki salamlar dostlar, nəzər görünsün. Bugün qarşınızda Karpan TV multiplayer oynuq dostlar. Gördüyünüz kimi dostlar, bugün sizlərlə bərabər demişdim ki, keçən bölüm o bölümün part 1'ini çəkirik dostlar. Bu bölüm indi part 2'sini çəkirik dostlar. Demişdik ki, yaxşı maşın alıb bazarda satacağıq dostlar. İndi bunun 7'ni Azərbaycan serverında biraz da yığıb dostlar, gözəlləşdirib biraz da gözəlləşdirib bazarda satacağım. İndi dostlar videonu yandırım, bunu biraz da yaxşı yığıb gələcəm. Dostlar gördüyünüz kimi bir dənə qabağa Azilov yazısı, arxaya bir dənə yazı, bir dənə marka. Yəni dostlar maşını geri bazarda qışa qiymətə sataq. Dostlar oyuna girəndə təzən video atacağım. Dostlar maşını gətirdik bazara, gidirik bazara. Açdım. Dostlar bazarda videonu atacağım. Dostlar bazara gəldik, çatdı. Bayaqları bir dənə 2 təkər qaldırdım. Videonu yandırmışdım ya, siz görmədiniz. $320.000. Ayda. Oyda. Təzə maşın 320.000'e satır. Haydi. Monetini qoyuram 100.000'e. 100.000'e alar. Ayda. Oha. Ne oldu? Oyda. 320 məndə nə qədərdir? 108.000. 108.000. Sattı day. 8.000 almasın. Bomba. 8.000. Çok ucuz satıyor bunu. Çok da verdi onda. Çok da elə maşın verdi, kim görsün. Ay bu niye kasır bu kadar? Bu kadar kasma normal değil. Ne var şurada bu kadar kasma? Ama yaxşı bundan gittim ucuza satmayayım biraz. 80.000'e salarım bundan. 80.000'e bəs. Ucuza girməsin. Ucuza girməsin. 80.000 bastı. Olmadı 50.000'e kimi düşəcək. 8.000. Aldı. 100.000'e zaten koysa hemen değil alacağım. Abi da kaça satılan maşın. Maşını 100.000'e alıp 300.000'e satarım. Eğer satsa. Bu yazın ki baya bu kadar kasın ya, bu kadar kasır bu. Gözü görüm ya. Dehşet kasır.
Normal deyil, zarfası bu kadar kasmalı, həqiqətən. Gör belə eləyək. Güçlü yanmalarınları biraz saxaldır. Ay, nə bərbət grafik oldu, elə bir şey. GTA oynamışım. Bir dənə maşın alıb təzədən videomu başladım dostlar. Dostlar, bazardan 17'ni satanmadım. Ona görə də indi burada Instagram bundan səhifələrine girib tez biraz da pul yığıb. Burada bir dənə maşın var, Lexus. O maşını alacağım. Sonra görüm o maşını sata bilərəm. O maşının adı bu. Bunu ben qəşəng yığıb satacağım dostlar bunu. Təzədən videomu başladım dostlar. Dostlar indi biraz da pul yığıb gəlirəm maşın almağa. Dostlar aldıq maşını. Diski yaxşıdır, pis deyil. Disk qalar. Amma rəngini dəyişəcəm. Rəngi o deyil. Dostlar maşın biraz da yaxşıdan yığıb dostlar videomu başladım. Dostlar gördüğünüz kimi maşın rənginin zadını dəyişdim. Nömrə taxdırdım. Biraz da Passat qazad. Dostlar videomuz bu qədər. Gələn bölüm tam fərqli bir video olacaq dostlar. Yeni bir hesab göstərəcəm sizə dostlar. Və bu hesabı hansısa bir takipçimdən birinə verəcəm. Sağ olun dostlar, salamat qalın, görüşənədək.